Çox təəssüf olsun ki, qeyd etdiyiniz məsələ gəlməz vəziyyətdir açığı. Çünki əvvəlki dövrlərdə də baxsaq bu kimi hallar olurdu. İndi də yenə var və bir qədər də artıb. Amma bu birbaşa yəni təhsil müəssisəsində niyə baş verir məsələsi deyil. Yəni bu ümumiyyətlə cəmiyyətin bir növ məsələlərə biganə yanaşmasıdır sanki. Çünki cəmiyyət bayağı musiqilərə, bayağı nə bilim vulqarizmlə dolu olan meyxana tipli məsələlərə, nə bilim oğru qanunlarına daha həssas yanaşırsa, əlbəttə ki, bu cür məntiqi nəticə ilə də hallar tez-tez baş verəcək. Bu gün Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi, o cümlədən regional təhsil idarələri müxtəlif istiqamətlərdə monitorinq aparırlar. Şagirdlərin yad əşyaları auditoriyaya daşımalarının qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Amma buna baxmayaraq da yenə də haradasa belə hallar baş verir. Yəni bu monitorinqlərin nəticəsində tutaq ki, şagird kəsici deşici alət gətirib və yaxud da yad alət gətirib təhsil müəssisəsinə çantasında yoxlama zamanı bu üzə çıxır və onun valideyni dəvət olunur müəssisəyə, ondan profilaktik söhbət aparılır. Amma indi biz ona da bir növ zamin dura bilmərik ki, tutaq ki, şagirdlə və yaxud da valideynlə bu söhbət aparıldı, amma 3 gün sonra şagird təhsil müəssisəsində deyil, təhsil müəssisəsində kənar belə bir davranışa yol verdi. Yəni belə halların olması, yenə deyirəm, xoşagələn vəziyyət deyil. Çalışmaq lazımdır ki, əlbəttə bu kimi halların qarşısını almaq üçün bəzi sərt qaydalar tətbiq olunsun. Yəni Nazirlik tərəfindən düzdür, şagird davranış qaydalarını pilot layihə olaraq tətbiq olunub, növbətləri silinən bütün təhsil müəssisələrini əhatə edəcək bu qaydalar. Amma məsələ ondan ibarətdir ki, burada biraz qaydaları sərtləşdirmək lazımdır. Əgər belə alətlər gətirən uşaqlar varsa, onlara qarşı daha ciddi tədbir görülməlidir. Ola bilsə dərsdən kənarlaşdırmaqla və yaxud da valideyn inzibati qaydada hər hansı cərimə ilə cərimələməkmi və s. Yəni bu kimi qərarlar alınarsa, düşünürəm ki, tədricən belə məqamların da, belə halların da qarşısı alınmış ola bilər. Yenə də deyirəm, biz əgər bu gün hansısa qanun pozanları daha çox təbliğ edəcəksə və bu təbliğə də bu gənclər uyacaqsa, təəssüf olsun ki, bunun qarşısını almaq asan olmayacaq. Bu gün 4400-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir, 1.600.000-dən çox şagird təhsil alır. Siz təsəvvür gətirin ki, bunların hər biri fərqli temperamentə malik şəxslərdir və hərəsi bir ailədən, bir evdən gəlirlər, fərqli psixologiyalar daşıyırlar və bu qədər psixologiya ilə də nə qədər psixoloq belə məşğul olsa belə, yenə də görünən ondan ibarətdir ki, yəni bu hallar məktəbdə belə baş vermədiyi halda kənarda da yenə yaşanır.